Və bu tərəfdən mən bilirsiniz, insanları da anlayıram ki, mən həqiqətən çalışıram öz pasiyentlərimi özümdən uzaqlaşdırım. Nə mənada? Düzdür, ilk müraciət edən pasiyent adətən çox vaxtı mən ilk müalicəmi 2 aylıq yazıram. Bəli. Bu ən qısadır. Və 2 aydan sonra xəstə gələndə mən yazdığım müalicəsini nəticəsinə baxaraq, mən bu xəstəni 6 aylıq müalicə yazıram. Yəni, mən çalışıram ki, mənim pasiyentlərim ildə bir dəfə məndən görüşsün. Hər ay, hər 2 aydan bir, hər 3 aydan bir mən çalışıram insan gəlməsin. İnsan normal həyat sürməlidir, ailəsi ilə, evi, işi. Adaptasiya olmaq lazım. Yəni, hər ay, hər 2 aydan bir insanın həkimin yanında nə iş var? Yəni, mən bu psixologiyanın tərəfdarıyam. Mən belə çalışıram, eləyim ki, ilk dəfə müalicə yazdım, xəstə gəldi, təkrar müayinə olunarkən mən baxıram, bu dərman necə təsir elədi, müalicə necə təsir elədi, vəziyyət nə yerdədir və ona uyğun artıq mən xəstəni 6 aylıq istiqamətləndirirəm ki, siz 6 ay ərzində bu müalicəni bu prinsiplə təkrar eləyin və narahatçılığınız olmasa, mənim müayinəmə 6 aydan tez və ya 12 aydan tez gəlməyin. Yox, əgər nəsə baş verdi, narahatçılıq varsa, o zaman yaxınlaşa bilərsiniz.